Salam dəyərli abituriyentlər, əziz kanalımın üzvləri. Sizləri xoş gördük. Mən Əsmər İskəndərova, ingilis dili müəlliməsi. Sizlər üçün bu gün bir çox şagirdin mənə ünvanladığı sualları cavablandırmaq istəyirəm. Suallardan biri odur ki, qeydiyyat başlayıbmı? Bəli, növbəti tədris ili üçün bizim qeydiyyatımız başlayır. Niyə öncədən başlayır, onu vurğulayım. Çünki belə deyim də, biz dərslərə indi başlamırıq, amma qeydiyyatı indi aparırıq ki, biz qrupları düzgün ayıra bilək. Və mən öz vaxtımı uşaqlara deyim ki, o uşaqlar da digər müəllimlərlə razılaşa bilsinlər. Çünki vaxta görə mən başa düşürəm ki, bu vaxt bizim üçün önəmlidir. Yəni həm şagirdlər üçün, həm müəllimlər üçün vaxt önəmlidir. Ona görə də qeydiyyat hər zaman mart-aprel ayından başlayıram növbəti tədris ili üçün. Həm növbəti tədris ili üçün qeydiyyatımız başlayıb, həm də ki, yay tətili dərslərimiz üçün qeydiyyatımız başlayıb. Buyurub əlaqə nömrəmizi də qeyd edəcəm. Əlaqə saxlaya bilərsiniz. 050 yazıram bura 050 973 25 09 nömrəsi ilə əlaqə saxlayıb dərslərimiz barəsində məlumat ala bilərsiniz, qeydiyyat ala bilərsiniz. Digər bizim uşaqların digər sualları nə idi? Əsas hissəmiz bizim. Uşaqlar hər zaman baxdım ki, çoxdur, ona görə istədim belə bir qeyd çəkəm, belə bir video izah çəkəm sizlər üçün. Müəllim, biz imtahandan əvvəl nələrə diqqət etməliyik? İmtahan vaxtı biz nələr etməliyik? Həqiqətən də gördüm ki, uşaqları bu suallar düşündürür. Ona görə də belə bir izah sizin üçün çəkmək istədim, aydınlıq gətirmək istədim bu məsələyə. Nədir bizim ilk olaraq biz nə etməliyik? Tutalım ki, imtahana 10 gün qalır, 1 ay qalır. Uşaqlar nə etməlidirlər? Da indi biz bir il keçmişik, öyrənmişik o öz yerində. İndi biz son bir ay ərzində biz nə etməliyik və yaxud da 10 gün ərzində biz nə etməliyik? İlk olaraq bütün şagirdlərə onu deyirəm ki, ilk olaraq hər gün İndi qalıb sizin vaxtınızın qalmağına, yəni nə qədər vaxtınız qalıbsa, bu bütün fənlər üçün keçərlidir. Sadəcə ingilis dili dərsi üçün keçərli deyil. Yəni bu dediklərimi bütün fənlər üzrə yoxlaya bilərsiniz və nəticədə həqiqətən də çox gözəl olacaq. Yəni yaxşı oxuyan şagirdlərdən əlavə orta və biraz çətinliklə oxuyan şagirdlərin də belə köməyinə gəlir bu mən dediyim üsul. Hansı üsuldur bu üsul? Mütləq mövzu sınaqlarını izləmək. Mövzu sınaqlarını açırsınız YouTube-da və mənim kanalımda ola bilər, digər kanallarda ola bilər, digər fənlərdə ola bilər. Mövzu sınaqlarını bir-bir. Hər gün iki mövzu, bir mövzu. İndi siz nəyi çatdıra bilirsinizsə, təbii ki, siz özünüz öz planlarınızı bilirsiniz. Öncə başlayırsınız bütün mövzu sınaqlarını. Yəni isim keçmisinizsə, ismi, sifəti, sayı, məsələn, sizin üçün asan gələn mövzuları bir yerə yığıb bir dəfə izləyə bilərsiniz. Günləri özünüz böləcəksiniz təbii ki də. Yəni mövzu sınağı izləmək, mövzu sınağının izahını izləmək çox sizə kömək edəcək ki, siz imtahanda bilirsiniz necədir mövzu sınağı? Mövzu sınağı ona görə önəmlidir ki, yəni mövzu sınağının izahından söhbət gedir. YouTube-da açırsınız, qoyursunuz qarşınıza. Birinci o sualı özünüz cavablandırırsınız, video izahı dayandırırsınız, özünüz cavablandırırsınız, sonra video izaha baxırsınız. İnandırım sizi ki, heç oxumağa gərək qalmayacaq. Yəni necə deyim, bu vaxta qədər oxuyan uşaqlara aiddir də bu. Təbii ki də imtahana az qalmış oxumağa başlayanlar üçün deyil. Əvvəldən, misal üçün, təxmin edirəm ki, sentyabrdan bəri oxumusunuz. İndi də onu təkrarlayırsınız. Təkrarlayanda vaxtınız azdır, imtahana az qalıb, qarşıdan imtahan gəlir. O zaman bu üsul çox önəmlidir. Nədir o üsul? Mövzu sınaqlarını izləmək. Mövzu sınaqlarının izahını izləmək. Əsas birinci qaydamız bizim budur. Sözləri necə öyrənək müəllim? Sözləri dediyim kimi, sözlərin başqa yolu yoxdur, ancaq əzbərləmək lazımdır. Amma sözlərlə bağlı belə bir hər zaman bunu mən uşaqlara deyirəm. Sözlər necə yadda qalar? Sözləri dərsə 1 saat qalmış öyrənib müəllimə deyirsinizsə, o dərsdən 1 saat sonra sizin yadınızdan çıxacaq. Əmin olun bunu. Qəşəng super əzbərləyə bilərsiniz 1 saata. O deyər ki, məsəl üçün, şagird var ki, müəllimə öyrənmişəm də, sizə lazım deyil. Mən sözü danışıram da sizə, deyirəm sizə, siz sual verin. O mənə də cavab verir, bizə də cavab verir. Sadəcə olaraq o 1 saatdan sonra üstündən bir gün keçsin, o kitabda o sözü görüb tanımayacaq. Çünki qısa müddətli yaddaşda qalandı olar.
Beyin bizim təkrar etməyi xoşlayır. Beyin görür ki, sən bunu səhər-səhər də oxudun, günorta da oxudun. Günorta çay içəndə oxu bir dəfə, iki dəfə, indi nə qədər vaxtın varsa. Daha sən gözləmə ki, mən bir saat vaxt ayıracağam, axşam bir saat vaxt ayırım, gələk oxuyum. Boş vaxt tapan kimi, bəzən uşaqlar sözlərə belə ehtinasız yanaşırlar. Vaxt tapıb oxuyaram, bir saatım olsa bəsdir. Xeyr. Səhər-səhər yuxudan duran kimi oxumaq lazımdır sözləri. Demirəm oturub onu bir saat vaxt ayırın, əzbərləyin. Elə yox. Oxuyun üzündən bir 3 dəfə, 5 dəfə nə qədər oxuya bilirsinizsə. Günorta elə oxuyun, axşam elə oxuyun. Ta müəllim onu sizə soruşacağı günə qədər hər dəqiqə vaxt tapan kimi çörək yeyə, yemək yeyə, bax belə oxuya-oxuya təkrarlaya-təkrarlaya sözləri daha yaxşı yadda qalacaq və inanın ki, o sözləri harda görsəz siz tanıyacaqsınız. Çünki onu qısa müddətli yaddaşdan artıq uzun müddətli yaddaşa çevirmiş olursunuz. Ona görə də sözləri də bu formada öyrənin. Bəs imtahan zamanı nə edək müəllim? İmtahan zamanı girmisiniz imtahana, birinci heç vaxt girən kimi birinci girib sualları yazmayın. Bu asandır, lap belə necə deyim, adınız kimi asan bir sual gəlib ki, adın nədir? Məsəl üçün, what's your name? E, Belə bir sual gəlib, düşünürsən ki, bu çox asandır. Onu avtomatik olaraq yazırsan, keçirsən və sən belə deyim də imtahanın girdiyin 5 dəqiqəsi sən çox həyəcanlı olursan və asan kimi gözünə gələn sualları belə səhv yazırsan. Sonra çıxandan sonra peşman olursan ki, hə mən o bir iki dənə sual asan idi, onları tez-tez yazdım, çıxdım. Getdim çətin suallara fikirləşdim. Uşaqların mən neçə illərdir artıq bu işlə məşğulam. Yəni bu şagirdlərlə işləyirik, abituriyentlərlə, yəni ən çox elədikləri səhvlərdə elə bax bu yüzdən yaranır ki, oturan kimi başlayırlar sualları işləməyə və gözlərinə asan dəyən suallara heç baxmırlar, nəzər yetirmirlər. Ona görə də o asan dediyimiz sualların hər birini səhv yazırlar. Çətin suallarda səhv yazan olmur. Çətin sualları bilməyib yaza bilirsiniz, amma o da bir dənə, iki dənə olar da. Amma asan bildiyi suallara səhv yazırsınızsa, demək ki, bu mən dediyim səbəbdəndir. Hansı səbəbdəndir? Oturan kimi, əlinizə alan kimi vərəqi, dəftəri başlayırsınız yazmağa. Özünüzə 5 dəqiqə, 5, nə bilim, indi nə dərəcədə, nə qədər. Özünüzə vaxt verin biraz. Sualları sırazı açan kimi sizə o elə gələcək ki, siz o sualları bilmirsiniz, heç nə bilmirsiniz. Sizə birinci elə gələcək. Və o baxışla da gördüyünüz, tanıdığınız iki sualı cavablandırırsınız və o %99% səhv çıxır. Bu bir qaydamız ki, yəni çatan kimi imtahanda asan dediyimiz sualları yazmayın. Özünüzə 3 dəqiqə, 5 dəqiqə vaxt sərf eləyin, ayırın ki, biraz suallarla tanış olun. Tanış olmaq necədir? Yəni həyəcanınızı öldürün. Yazmaq məqsədi ilə yox. Sadəcə elə belə oturun, belə biraz özünüzü sakitləşdirin. Bu bizim imtahan vaxtı bir qaydamızdır. İmtahan vaxtı digər qaydamız da ondan ibarətdir ki, şərtləri düzgün oxuyun. Çox səhvlərimiz də bundan ibarət olur ki, misal üçün orada yazır ki, choose the correct variant. O qədər biz correct yaza gedirik. Sonda bir dənə də wrong variant çıxır qarşımıza. Yəni yanlış variant çıxır. Artıq biz düz variantı soruşduqlarına görə avtomatik elə bilirik ki, birinci sual düz soruşur, ikinci düz soruşur, üçü düz soruşur. Dörddə deyir yanlış variantı seç. Biz gedirik burada da düz variantı seçirik. Bax, uşaqların çox səhvləri də bundan ibarət olur. Ona görə bu hissəyə də diqqət edin ki, nə olsun? Yəni sualların şərtlərinə diqqət edin. Şərti başa düşmək, sualın şərtini başa düşmək, sualın cavabının tapılmasının 50%-ni təşkil edir. Bax, bunu hər zaman belə başa düşün. Mətin suallarında da bax bunu belə qəbul edin ki, sualların şərtini başa düşmək, sualın 50% tapılmasının 50%-ni həll edir. 50% sənin biliyindirsə, 50%-in sualın şərtindən irəli gəlirsən, o şərtdən öyrənməlisən ki, məndən nə istəyir? Yəni mən şərti düzgün başa düşmüşəmmi? Baxın, bizim ikinci səhvimiz də ən çox baxın bunlardan olur. İmtahandan əvvəlki əsas şərtimizi mən bayaqları dedim ki, ha sizə mövzu sınaqlarının izahına baxın. Bax bunu unutmayın. Bunu mütləq hər zaman mövzu sınağının izahına baxın. Nə qədər gözəl bildiyiniz mövzu olsa belə mütləq onun sınağı. Deməyin ki, mən bunu bilirəm. Məsəl üçün mən ismi bilirəm. Ona ehtiyac yoxdur. Gedin bilmədiyim bir mövzunun sınağına baxım. Yox. Ona da baxın, buna da baxın. Yəni bildiyinizlə, bilmədiyinizlə bütün sualların izahlarına baxın. Bəs bizim digər qaydamız nədir imtahanla bağlı? İmtahanla bağlı çalışın yanınızdakı gələn səslər, digər şeylərdə fikriniz qalmasın. Heç bir şeydə fikriniz, onu necə eləyəcəyi bəs müəllim? Elə düşünün ki, bu imtahan zalında bir dənə sizsiniz.
Bu imtahan zalında tək bir dənəsiz. Heç kimi görmürsünüz, heç kimi eşitmirsiniz. Sadəcə başınızı salırsınız önünüzə, suallara baxıb yazırsınız. Və bu bizim imtahan zalını bizə komfort təşkil edir ki, biz burada təkik. Yəni heç bir bizə mane olan heç bir əlavə bir şey yoxdur burada. Rahat, sərbəst və əsas üçüncü qaydamız nədir? Üçüncü qaydamızda ümumiyyətlə heç vaxt düşünməyin ki, bu mənim son şansımdır. O belə olsa belə düşünməyin. Çünki bu da özü bir əlavə bir şey yaradır sizdə. Necə deyim? Əlavə bir həyəcan yaradır. Yəni bu onsuz da biz bu imtahana bura qədər gəlmişik. Nə oxumuşuqsa bura qədər oxumuşuq, nə öyrənmişiksə bura qədər öyrənmişik. Bundan o tərəfəsini fikirləşmək üçün artıq bizim üçün belə deyim də artıq gecdir. Biz onsuz da öyrəndiyimizi öyrənmişik. Bir də əlavə fikirləşməyək ki, bu mənim bu mənim последний şansımdır. Yəni bu mənim son şansımdır. Burada necə deyim, mən bunu mütləq belə etməliyəm. Elə fikirləşdikcə içəridən biraz da sizə həyəcan gəlir. Yəni onun əvəzində fikirləşin ki, sakit, səssiz, adi sınavlardan biridir. İşlədiyiniz təbii ki, məsuliyyətimiz olmalıdır. Təbii ki, çox diqqətli olmalıyıq. O da necə olacaq? Dediyim kimi, bayaq dediyim kimi, qıraq, elə bilin ki, qıraqda heç kim yoxdur. Sakit, səssiz, başını salıb aşağı öz testinizi işləyirsiniz. Yəni kənardan gələn heç bir səsə, heç bir sözə, heç bir nə bilim maneəyə diqqət etmirsiniz. Yəni diqqətiniz sadəcə öz dərsinizdə olur. Bir də imtahandan əvvəl yenə də nə etməliyik? Yenə də nə etməliyik? Bir qaydanı da deyim sizə, mütləq mövzuları müzakirə edin. Dostlarınızla bir dənə sual göndərin və yaxud da nə bilim çətinlik çəkdiyiniz mövzunun sualını götürün, müəlliminizə göstərin. Ən çox dostlarınızla müzakirə etmək daha yaxşı yadda qalan olur. Yəni bir şeyi siz özünüz tək oxusanız, bunu əzbərləmiş olacaqsınız. Amma dostlarınızla müzakirə eləsəniz, onu siz həmişəlik yaddaşa köçürəcəksiniz. Yəni hərə bir cümlə deyəcək. Misal üçün mövzunun başa düşmədiyiniz hissələrini başa düşəcəksiniz. Əlavə yenə də təzə yeni nəsə öyrənəcəksiniz. Yəni mübadilə aparmaq lazımdır. Digər şagirdlərlə mütləq mövzunun müzakirəsi etmək lazımdır. İnşallah ki bu qaydalara əməl edərək imtahanda yaxşı nəticələr göstərəcəksiniz. Yəni birinci dediyim əsas qaydamız bizim nə oldu? Əsas qaydamız oldu ki, imtahana qədər mövzu sınavlarının izahını izləmək, dostlarınızla mübadilə aparmaq, yəni fikir mübadiləsi aparmaq, yəni müzakirə eləmək sualları, çətin gələn mövzuları, asan olan mövzuları, ümumiyyətlə mövzuları, sınavları, testləri, mövzularına baxmaq, izahlarına baxmaq və dostlarınızla müzakirə etmək. İmtahan zamanında dediyim kimi ilk imtahana girən kimi biz suallara yəni cavab yazmırıq. Yəni qətiyyən ilk dəfə oturan kimi başlayıb yazmayın suallara cavab. Bu ilk dəfə yazdığınızın hamısı hər zaman səhv olur. Yəni bir də əsas bir qeydi də unutmuşdum, onu da deyim. Misal üçün siz A variantı, 5 dənə variantımız var da burada, 5-ə qədər variantımız var tutaq ki. Baxırıq ki, biz biri dəqiq bilirik, bu düz deyil. 2-ni dəqiq bilirik, bu düz deyil. Misal üçün 3-ü də dəqiq bilirik, bu düz deyil. Bu 3 dənə variantı çıxandan sonra hər zaman şagirdlər 2 dənə variant arasında qalır. O 2 dənə variant arasında qalanda onda nəyə diqqət edirik? Onda diqqət edin. Beyniniz sizə ilk hansını seçməyi istəyir. O bəzən deyir sizə, müəllim 2 dənə variant arasında qalmışdım, 4 ilə 5-in arasında qalmışdım. İstədim birinci 4-ü seçəm, sonra getdim nədənsə 5-i seçdim. O nədənsə sizi çaşdıran səbəbdir. İlk beyniniz nə deyir sizə? İlk dəfə beyin sizə 4-ü seçməyi deməmişdi. Gedin o 4-ü seçin. Çünki siz özünüz xatırlamasınız. Belə beyin onu tanıyır. Ya göz tanıyır, ya beyin tanıyır, sizə birinci deyir 4-ü seçin. Aydın bax bu çox önəmli bir faktordur. Beyin ya göz hansısa bir yaddaşda var. Ona görə sən gedib, yəni boş-boşuna gedib 4-ü seçmirsən birinci. Sonra variantı heç vaxt variantı dəyişmir. Birinci gözün tutubsa 4-ü, elə 4-ü də işarələyirsən, 4-ü seçirsən. Yəni təbii ki, bildiyimiz suallardan fərqli olaraq da o heç hansısa sualları bilirik ki, burada A variantıdır. O heç onları onsuz da bilirsiniz, yazırsınız. O iki variant arasında qalanda birinci gözünüz 4-ü tutubsa elə o birinci tutduğunu da yazın. Yəni sonra variantı dəyişib 5-i yazırsınızsa, artıq göz çünki səni allatmır. Göz o 4-ü görüb hardasa düzgün cavab olaraq. Beyin onu tanıyır. Sən özün tərəddüd etsin də birinci niyə görə onu deyir, beyin 4-ü yaz. Sizə bu nədən irəli gəlir? Onu ya göz tanıyır, ya beyin tanıyır. Ona görə.
Yəni buna da əməl edin ki, ilk ağlınıza gələn iki variant arasında qalırsınızsa, ilk ağlınıza gələn variant sizi çaşdırmır. O sual sizə tanışdır, o düz olduğu üçün beyin onu seçir. Bu qədər əziz abituriyentlər, inşallah ki, sizlər üçün faydalı olar. Həqiqətən də, yəni suallar ünvanlanmışdı deyə mən bu izahı çəkdim. Ə, Yəni düşünürəm ki, faydalı olacaq hər biriniz üçün. Ə, Təkcə bu imtahanı verənlər üçün yox, yəni imtahandan əvvəl də siz bu mövzu sınaqlarının izahlarına mütləq baxmalısınız. İl ərzində sentyabrdan dərsə başlamısınızsa, elə misal üçün isimi keçdirsə, baxın, müəllimin verdiyindən hər zaman artıq özünüz də baxın izahlara. Bəzən mən uşaqlar tanıyıram ki, imtahan verirlər, dərs öyrənən uşaqdır. Superdə öyrənir, gəlir müəllim, amma müəllim verdiyindən artıq çalışmır. Necə artıq demirəm bütün günü oxuyun siz. Artıq necə deyib? Məsəl üçün müəllim sizə 100 dənə test verib, nə bilim, Kaspi testi verib, atıram. Siz dərs də öyrənmisiniz, isimi də öyrənmisiniz, onun testini də yazmısınız. İşte ondan artıq heç nə eləmirsiniz. Amma ondan artıq çalışın bir dənə də izahına baxın. Yəni sınaq izahları, mövzu sınaq izahları çox önəmlidir. Yenə də vurğulayıram bunu. Əsas önəm çox önəmli. Yəni çox şeyi oradan öyrənirsiniz. Öyrəndiklərinizi təkrar eləyirsiniz. Yəni orada həqiqətən də uğurun haçarı var ümumiyyətlə. İnşallah hər biriniz üçün faydalı oldu. Bu izah sizin üçün faydalıdırsa, bu izah sizin üçün necə deyim, açıqlayıcı oldusa, bəyənirsiniz, paylaşarsınız ki, digər dostlarınız üçün də faydalı olsun. İnşallah ki, faydalanarsınız. Təşəkkür edirəm diqqətiniz üçün, minnətdaram.